Sən bığım mən bığıma deyirəm. Qadın olum, gəlin, dökün üstünə. Sən sarışından söylürsən. Ölürəm, hə, sarışınlardan bilirsən, sarışın. Videoda kayıtdadır. Sarışın qızlar yazın. Hey dostlar, əskeri digəf gəlmişəm. Amma olsun onlara. Ay dostlar, gəlin sarışın qızlar. Qadın olum, gəlin, dökün üstünə. Gəlin. Hər kəsə salam dostlar. Kanalıma xoş gəlmisiniz. Bugünkü qonağım Elnurə, yəni Əli yox, Eli. Bəli. Eli yox, Əli. Eyni, ondan da, hə. Onda Əli. Elnur, xoş gəlmisən kanalıma. Xoş gördüm, çox sağ ol. Məni biraz gözləsən də. Təşəkkürlər. 15 dəqiqə gözlədim sən o soyuqda. 9-a deyib 12-də gəlib, mən də 15 dəqiqə gözətmişəm, sağ olsun. 20-dən geriyə saydırmışam, cəza vermişəm. Günləri Elnurə ilə reaksiya videosu çəkəcəyik. Amma videonu mən görməmişəm. Bəli, Elnurə videonu görməyib. Mənim maraqlıdır, görəsən Elnurə reaksiyası nə olacaq? Yəni gülə də bilər, gülməli də ola bilər, amma əti də tökülə bilər. Deyək ki, bu nə gic-gic videolarda elə seçmirsən. Yəni mən çağıra buna görə çağırmısan bura deyə də bilər. Şimdi bilmirəm, bəli. Instagram adresim burada olacaq. Elnurun TikTok hesabını onsuz da bilirsiniz də, yəni Eli yox, Əli yazsaz çıxır. Heç yazmağa ehtiyac yoxdur. Deyən də çıxır. Qışqıran da çıxır. Qışqırırsın. İsə keçirik videomuza. Estetik videolardan olsa. Çox. Bax qızın şey düşdü aşağı, o qız nədir? Oğlan çalsın. Bunu görmüşdüm. Bunu mən də gözləmirdim. O mən də gözləmirdim, bəlkə də evdim orada. Axıra qədər baxmamışdım. Yox, axıra qədər baxmamışdım. Peşmanım. Nə pis çıxdı orada. Bu efir qoyacağım. Bu koyacağım. Koyum da problem yox. Koy, tamam. Bir şey donsa. Bəli, bugünkü yeni işçimiz Elnura xanımdır. Sizin girişlər hamısayadaq, hə? Yeni işçimiz. Əhdə sənə demişdim. Nəysə, yaxşı. Bağladım. Sustum. Bazı gecə. Arkasında da twerk videosu koyacağım. Belə bir eləyəndə mən bilmirəm, başqa şeylər göstərəcəm. Mən qorxdum, tırstım. Bu bir də gördüm, itlər oynayır. Okey. Nə olub? Sən, Elnura, sən axşam buraya, estağfurullah, sən qətiyyən elə demirəm. Sağla, keç o birisine keç. Bu ne kış ağaçta ya Allah. Teke geldi çok yazma düşeceğim. Bu sefer içmek gördüm, psikolojik bozulacaq orada. 10 yıl oturmuştu ya. Bilmirəm, nə arzu. Qəşəng videoydu da, ibrətamiz idi. Sevgili söhbətindən sonra o video paylaşmışdı. O yadıma düştü. Bizim ya bu demel sevgilileri gösterir ki. Daha içində bığlı əmin. Ben de bunu şəkillərimi görmüsən. Doğrudan deyirsən? Allah'ım da olsun. Onu ver efirə yayınlayaq da buradan əziz dostlar, girin bəyənin. Aa, bu sən real bığındır. Sən bığın mənim bığımdan tezsin. Uşaqlar, Elnurə ama şirin də yaraşır. Ama yaraşmır. Göster, oradan götürsün tutasın. Bax oradan tut, üzrə tut beləcə, üzvün qabağını. Elnurənin bığlı forması. Bığlı hemen. Now's the future. Sen oxşur. Nə yaxşı. Töküldüysə gülməyə gəldi. Yox, töküldü. Töküldü. Yılmaz istəyirəm burada. Neyse, keçək o biri videoya. Bu nədir? Albümlə başqa heç işləmişdim. Bu sən heç işləmişdim, Elnura. Bunu sən deyəcəyim ki, bir dənə Elnura sən video çəkirəm. Dur, bir dənə belə at. Sən bir adam kimi videosu gələcəkdi belə. Ya, çıxacaq, babı sağlandı buradan da belə. Çox pis vaxt. Mən də bunu buraya niyə düşüb?
gün Elnura 3 gündür bu videoyu hazırlamışdı. Buna görə hazırlaşırdım bu boyda. Nətər edim elə videolar, qəşəng də. Gözü sevgi edirlər, görsən. Çevirin psikolojiyam pozuldu. Mən də psixoloji. Amma bir şey deyim. Mən bundan çox xoşum gəlir də. Videolarda. Görüm necə olub? Belə sol gəndə ki, çıxdı belimə, başladı qayçına keçirdi. Mənim xoş olmadı. Yəni, mən özümə öyrətdim adamı. Tələşmə zor deyil. Amma mən riskli bir şəkil çəkdirəm. Yəni, bu çıxdı belimə, başladı belə şey eləməyə. Mən də pazvalət eləmədim özümə. Elə vurdum, belimdən düşdü yerə, ayağımla içinə vurdum. Nasıl? Bəs sonra. Peşmansan? Yox, niyə peşman olan? Gən ola, gən eləyə. Bu itdəki məskələ deyirsən. Bu birisi qəşəng idi, belə gedir deyə. Belə. Əslində videolarımızın sonuna gəldik. Elnura, videolar haqqında nə demək istəyirsən? Ət tökən. Çox sağ ol. Harda belə yersiz. Ən xoşuna gələn video hansı oldu? At. Uşaqlar, ən çox xoşuna gələn video Elnuranın bilirsiniz hansı oldu? Baxın. Camal İsmail, mən özümə hörmət eləyən adamı. Yəni, şey deyirəm ki, Camal İsmail riskli bir şəkil çəkdirəm. Yəni, bu çıxdı belimə, başladı belə şey eləməyə. Mən də pazvalət eləmədim özümə. Elə vurdum, belimdən düşdü yerə, ayağımla içinə vurdum. Nasıl etdi, bəs sonra. Gördün. Peşmansan? Yox, niyə peşman olan? Gən ola, gən eləyə. Elnura hədiyyə göndəriblər. Bax görün hədiyyə. Aç görək Elnura nədir? Bir dənə yerə getmişdim reklam olaraq. Dedilər ki, buna sizə hədiyyə veririk. Dedim burada açım. Dedi yox, evdə açarsan. Tam Elnuranın tipajına uyğun bir hədiyyədir. Özü də şirin, stəkan da şirin. Mənə şirin dedi. Ay Allah. Əslində xozuymuş da ki. Qırıb dağıdırmış. Uşaqlar baxın, kopya Elnura deyil bu. Kopya Elnura baxın. Eyni. Amma aslında oxşuyur ya sənə. Bir dənə burnu uzundur, o oxşamır. Hə, əvvəlki burnum olsa da oxşayacaq. Sən əvvəl burun da elə deyildi, mən görmüşdüm. Elnura mən burada TikTok-dan qabaqdan dostlar. Hə, lap əvvəldən. Deməli mən o da tanışdığımız necə olmuşdu? Uşaqlıqdan, uşaqlıq bir yerdə böyümüşük. Bəli, bəli. Bir yerdə böyümüşük. Hə, bu pasada bilsən xoşun gəlir. Eliyar nəyəsə görə gəlmişdi, yoxsa nəyə görə gəlmişdi? Belə bir dənə braset almaq istəyirdim. Bunu buradan içəcəm. Çay da içməm. Qıvırcıqların öz qıvırcığını çox parikdir. Dart görəsən. Dart dedi yol demədim, dayı. Mən sənə dedim ki, səni yolacam. Çünki məni gözlətdi 15 dəqiqə. Mən də kanal açım mı, açmayım mı? Mənə dediyin zəhmət olmasa. Bəli dostlar, Elnura da sizcə YouTube kanalı açsın yoxsa açmasın? Bu videonun da sonuna gəldik dostlar. Kanalımıza abunə olub, yorum yazmağı, sağlam ol.